Salam dostlar, Kazino Bakıya xoş gəlmisiniz. Bugün sizlərlə aviator oynayırıq. Keçən dəfəki taktikamı yenidən yoxlayacağam. Demək, nə edirik dostlar? Yuxarı deyək ki 5 manat 50 qəpik qoyuruq, aşağıda 2.50 və yaxud da mən qoyduğum kimi yuxarı 55, aşağıda 25. Toplamda demək 80 manat pul qoymuşuq. Yuxarıda qoyduğumuz məbləğ 55 manat bizə 80 manat təklif eləyəndə simulyatora qədər qalxanda yuxarını satacağıq. Aşağını isə gözləyəcəyik yaxşı bir əmsala qədər. Məsələn, 20 əmsala qədər gözləsək aşağını 500 manat təmiz xeyirlə ayrılacağıq buradan. Bu taktikanın nəyə yaxşıdır, nəyə pisdir? Yaxşı cəhəti odur ki, 55 manatımızı və 25 manatımızı qoyuruq. Yuxarıda 1.41-50 əmsal gələn kimi mayamızı götürmüş oluruq. İndi göstərəcəm sizə praktik şəkildə. Demək, 80 manat mərc məbləğimiz var ümumilikdə. Yuxarıdan onu satdım və çıxartdım. 83 manat gördüyünüz kimi. Hal-hazırda aşağıdakı əmsalım təmiz xeyirdir. Yəni tam olaraq mənə xeyir qazandıracaq əgər satsam. Biraz belə bir taktikadır. Pis taktika deyil məndə. Satacam bunu 5 əmsala 126 manata satdım gördüyünüz kimi. 126 manat təmiz xeyrim var. Kaş satmazdım. 10 əmsalı, 20 əmsalı gözləyərdim. Mən əslində 20 əmsal gözləyirəm. Yəni taktikanın gedişatı ondan ibarətdir. Sadəcə olaraq oyuna yeni girmişdim deyə biraz həyəcanlıydım, gözləyə bilmədim. 20 əmsal falan keçdi, pis oldum. Amma keçən dəfə də demişdim zaten taktikanın əsas məqsədi 20 əmsalı gözləmək idi. Nə deyim, heç nə, yəni sağlıq olsun. Yenə taktikamızı yoxlayaq. 55 yuxarı, 25 aşağı qoymuşuq. Mesela taktika verdiğinde alacaq indi bizdən, əsəblərim çorlandı. Yox, davam edək. 55 yuxarı, 25 aşağı qoyduq yenə. Toplam mərcimiz deyək ki 80 manatdır. 80 manatdan yuxarı verən kimi satıram. Yuxarıdakı mərci aşağında gözləyirəm xeyrimizi. Satdım 80 manata yuxarını. Aşağıdakını da gözləyirəm. Heç nə gözləyə bilmədik. Belə bir taktikadır. Əsas məqsədim isə taktikanı göstərməkdir dostlar. Böyük əmsal verən kimi vurğun edirik, pulumuzu götürüb çıxıb gedirik. Belə bir şeydir. Bu oyunu oynamayanlara məsləhət görmürəm, amma oynamaq istəyənlər üçün də, yəni əvvəllər oynamış insanlar üçün də aşağıda linkimiz var, saytın linki var, harda oynayıramsa. Məndən çox adam soruşur, harda oynayırsan, belə böyük pullarla. Ona görə qeyd edirəm ki, aşağıda sayt var, orada oynayıram. Mən bu oyunu 250 manatla başlamışıq bu oyunu oynamağa. Satdım. 500 manat oldu balansımız. Yenə inşallah əsəbləşmərəm. Çox getdi. Yenə 20 əmsala qədər getdi. Bəzən gördüyünüz kimi mən də çaşıram. Çünki oyun biraz qəribə oyundur. Yenə də buna da şükür 250 manatı 500 manat eləməyə bacardıq. İndi o son 35 manatda mərc eləyim. Yəni 25-10 manat kimi. Aşağını 35 manat olan kimi satacam. Eləmə belə. Eybi yox. Problem yoxdur. Neyinə sağlıq olsun. Belə bir taktikayı da sizə göstərmiş oldum. Gördüyünüz kimi çox da riskli taktika deyil. Çünki yuxarıdakını tez satırıq. Yəni mayamızı götürürük ən azından. Aşağıdakını isə buraxırıq təmiz xeyrə. Birdən-birə 20 əmsal, 15 əmsal gələndə yaxşı pullarla qoyduğumuz pulun 2 qatını hətta götürdük. İndi gördüyünüz kimi qısa bir müddətdə. Dostlar, çəkilişimiz var. Çəkilişə qatılmaq üçün ikinci kanalımızın linki aşağıda da ona abunə olmalısınız. Demək, yorumlarda baxacaqsınız, sabitləmişəm. Orada mənim ikinci kanalım var, YouTube kanalımız. Orada da oyunlar paylaşıram, müxtəlif slot oyunları, rulet oyunları, blackjack oyunları. O kanala abunə ola bilərsiniz ki, çəkilişlərimizdən yararlanasınız. Oynadığım saytın da linki yorumlarda ən başda sabitləmişəm zaten. Görüşənə dək özünüzdən müğayət olun, xudahafiz. Kazino Bakıdan hər kəsə sevgilər, saygılar bir daha.